Bu mövzumuza aid olmasa da ticarətlə bağlı hədislərimizdə də var ki, aza qane olmayın, çox qazanmağa çalışın. Deyə bilərsiniz ki, dinimizdə var axı, aza qane olun. Aza qane olun xərcləməkdə özünüzə, qazanmaqda yox. Təkasür pislənir də, təkasür nədir? Malı toplayıb xərcləməmək. Amma çox qazanmaq pislənmir. Hədislər bizi dəvət edir ki, sərmayənizi artırın ki, çox xərcləyə biləsiniz, başqalarına faydalı ola biləsiniz. Bizim dinimizdə, mən bunu keçmişdə də demişəm, bir göstəriş tapa bilməzsiniz ki, desin az qazan, əksinə çox qazanmağa təşviq edir. Sadəcə, aza qane ol mövzusu bundadır ki, insan özünə çox istəməyə, qazana ki, fayda verə bilə. Bu niyyətlə qazana. İnsanın himməti nədir? Himmət, yəni məqsədi nədir? Nə üçün çalışır? Mənəvi məsələlərdə bu çox mühüm məsələdir, çox mühüm mövzudur. Yəni, fərqi var, insan nə üçün dinə əməl edir? Belə deyil ki, məsələn, hər bir insan nə görə əməl eləsin, əsas dinə əməl eləsin, xeyr. Himməti hara qədərdir? Məramı nədir? Dinə əməl eləməkdə son məqsədi nədir? Bu çox önəmlidir və bu onun dindarlığına da təsir göstərir. Dindarlığının, imanının səviyyəsinə təsir göstərir. Bəzilərinin ibadətinin məqsədi ancaq cəhənnəmə getməməkdir. Düşünür ki, cəhənnəmə getməyim, həlak olmayım, bəsimdir. Bu, bəzilərinin ibadətinin son məqsədidir. Bəzilərinin ibadətinin məqsədi cənnətə getməkdir. Amma harasına olur olsun, tək cənnətə gedin. Qapısının ağzında da yer versinlər, bəsimdir. Bəzisində ibadəti belədir. Bəziləri isə yox, aza qane olmur bu məsələdə. Ən uca zirvə fəth edə biləcəyi, ən uca zirvəyə göz dikiblər. Hara qədər gedə bilərəm, ancaq inkişaf fikrindədirlər. Dindarlıqları belədir. Ancaq yuxarı dərəcələrin fikrindədirlər. Getdikcə getmək istəyirlərdir. Aza qane deyirlər. Məsələn, şəhidlər belədir. Şəhidlik o adama qismət olur ki, mənəviyyatda aza qane deyil. Şəhidlik bu adamlara qismət olur. Şəhid o adam olur ki, ən uca zirvəni fəth etməyi nəzərdə tutur. Şəhidlik belə adamlara qismət olur. Digər iki qrupa şəhidlik qismət olmur. Şəhidlik o şəxslərə qismət olur ki, ən uca zirvəni nəzərdə tutublar. Hara çata bilər, ora göz dikiblər, ən uca məqamlara. Təbii ki, ən yaxşı yol üçüncü yoldur. Cəhənnəmdən qurtulmaq üçün ibadət etmək o qədər dəyərli deyil. Cənnətin qapısından içəri keçmək üçün ibadət etmək o qədər dəyərli deyil. İbadətin nəhayət məqsədi insanı hansı nöqtəyə çatdırmaqdır? Ən uca zirvəyə çatmaq uğrunda çalışmaq və bunun üçün dinə əməl etmək. Bu çox önəmlidir. Ramazan ayı ərəfəsində bizim bir həftəmiz qaldı Ramazan ayına təxminən. Gələn cümə çox güman ki, Şəban ayına düşür. 27-sindən yəqin ki, Ramazan ayı olacaq. Gələn cümə biz ancaq, ikinci xütbəni ancaq Ramazan ayı haqqında danışarıq. Amma bugün də elə bu xütbələr biraz müqəddim olsun Ramazan ayına. Qarşıdan çox mühüm bir ay gəlir, Ramazan ayı gəlir və Ramazan ayına bəzi insanlar daxil olur, ancaq məqsədi budur ki, ay gəlsin, geçsin, o bağışlansın. Bağışlansa bəsidir. Ancaq həlak olmaqdan Ramazan ayı onu qurtarsa, yığdığı günah yükündən azad eləsə bəsidir. Ramazan ayından minimum istifadə etməyə çalışır. Bu adama fərqi yoxdur, məsələn, evdə yatsın, ya günorta məscidə gəlsin, xutbə dinləsin. Deyirlə, yuxu da ibadətdir də, yatım özüm üçün, məsələn. Əsas odur ki, bu ay mənim bağışlanmağıma səbəb oldu. Belə insanlar var. Və yenə də Allah ölənlərinə rəhmət eləsin, oruç tuturlar bağışlanmaq üçün. Bu da bir növ ibadətdir.
ki, çox himməti çox yüksək deyil. Baxır o minimum hədislərə, yuxu ibadətdini görür məsələn. Ona görə uzanır, rahat yatır. Deyir, mən məclisə getməsəm də olar, məsələn, cəmaat namazına getməsəm də olar. Nəyisə artırmaq fikrində deyil, əzabdan qurtulmaq fikrindədir. Bəziləri isə xeyr, savab haqqında düşünür Ramazan ayında. Bir ayə Quran oxumağın, bir Quran xətm eləmək savabı var, filan əməlin filan savabı var, müstəhəb əməllər eləyir. Məclisə gedir, moizəyə qulaq asır, ancaq savab fikrindədir. Amma bir dəstə də var ki, maksimum istifadə etmək istəyir Ramazan ayından. Ramazan ayı mənə ən maksimum nəyi verə bilər, ona can atıram. Bu Ramazan ayı gəlib gedir, bundan ən ali qazancım nə ola bilər? Hara çatdıra bilər məni? İstəyir orucun sirlərinə qovuşsun, istəyir orucun pərdə arxasını anlasın, Ramazan ayının əsl məğzi nədir, ona getsin, qovuşsun. Və bunun üçün hər cür çətinliyə dözməyə hazırdır, təki Ramazan ayının sirrinə vaqif olsun, sirrindən xəbərdar olsun. Həm dindən, həm də ayrıca götürək Ramazan ayından ən çox bəhrə alan dəstə üçüncü dəstədir. O kəs ki, məqsəd qoyub qarşısına ki, maksimum yararlansın, maksimum istifadə eləsin. Dinə olan ən böyük zülümlərdən biri dinin səhv tərif edilməsidir. Dini səhv tərif edir bəziləri. Bəziləri belə başa düşür ki, din gəlib insanlara bədbəxtlikdən nicat versin. Dini belə tərif edir bəziləri. Təbii ki, din insana bədbəxtlikdən nicat verir, amma dinin son hədəfi budurmu? Dinin axırıncı sözü budur ki, insan bədbəxt olmasın. İmam Zaman ağanın mövludunda mən dedim, təyyarə nə üçündür? Göylərə uçmaq üçün, pərvaz eləmək üçün. Təsəvvür edin, bir adam təyyarədən belə istifadə edir ki, oturur onun kölgəsindəki gün başına vurmasın. Belə də istifadə eləmək olar da təyyarədən. Amma nə qədər onun yaranma səbəbi ilə eynidir, uyğundur. Dinin nizamına baxırsan, dinin quruluşuna baxırsan, görürsən, yox, bu boyda təşkilat, nizam, bu boyda sistem insanı ancaq bədbəxtçilikdən nicat vermək üçün insana lazım ola bilməz. Düzdür, Quranda ayə var, İnnəs-sələtə tənha anil fəhşai vəl-münkər. Namaz insanı günahdan, fəsaddan saxlayır, amma bu namazın minimum faydasıdır. Namazın axır məqsədi bu deyil ki, adamı günahdan saxlasın. Namazın axır məqsədi zikrullahul əkbərdir. Quran deyir ki, o Allahın ən böyük zikridir, Allahı yada salmaqdır. Namaz meyracdır, müminin meyracıdır. Namaz insanı ən uca zirvəyə çatdırır. Allahla görüş məqamına çatdırır. Amma Quranda buna da işarə edir. İnnəs-sələtə tənha anil fəhşai vəl-münkər. Bəli, namazın ibtidai faydası insanı günahdan çəkindirməkdir. Namaz insanı ən uca zirvələrə qaldırır. Ayətullah Behçət deyirdi ki, bir insan ancaq və ancaq namazlarını hər gün, sübh, günorta, axşam vaxtında qılmağa diqqət edirsə, o hər yerə çatar, hər bir məqama çatar. Dedilər, diqqətlə qılmaq, dedi, xeyr, sadəcə vaxtında qılmağı davamlı eləsin, qalan şey düzələr, sonra diqqətli olar, hər şey olar. Sadəcə namazlarını düz azan vaxtında qılsa, bir il məsələn belə eləsə, artıq görərsən ki, keyfiyyəti də dəyişir. Yəni, o vaxtında qılmaq bəs eləyir insana. Din haqqında ən böyük insafsızlıq budur ki, din adama bədbəxtçilikdən nicat vermək üçün gəlib. Din susuzluğu aradan aparmaq üçün bir qurtum su deyil, din okeandır ki, ora gərək baş vurasan. Gərək onun dərinliklərinə, deyir, dinin dərinə getmə. Dərinə getmə yalan sözdür, səhv sözdür. İfrata getmə, bəli, ifrata getmə. İfrat başqa şeydir, dinin dərini başqa şey. İfrat, bəli, yəni səhv getmə. Səhv getdinsə səhvdir, yolun səhvdir.
Düz gedirsənsə, nə qədər dərinə gedirsənsə get, nə özünə ziyan var, nə başqasına, əksinə böyük-böyük faydalar var. Din insanı bir sonsuz yola aparmaq üçündür, nəhayətsiz yola. Din çox yüksək dərəcələri düşünən insanlar üçündür. Təəssüf ki, çoxu istəmir o zirvəyə ucalsın. Bizim çoxumuz bir ömür halalla haramın sərhəddində qalmışıq. Hər an haramla halalın arasında dayanmışıq. Bizim dindarlığımızın son həddidir. Ona görə də başqaları bizim dinimizə az cəzbə olunur. Çünki bizim çoxumuz halal-haram sərhəddində olar, bizə baxır, cazibəli bir şey görmür bu dində. Bəzilərinin məntiqi budur ki, xarab olmayın bəsimdir. Böyle düşünür ki, din bütün əzəməti ilə ona görə göndərilib ki, insan bədbəxt olmasın bəsdir. İnsan bədbəxt olmasın bəsdir. İmam Zaman Aleyhisselamın dövrünü ki, biz səbirsizliklə gözləyirik və elə gözləməliyik də, o dövrün başlıca xüsusiyyəti budur ki, o dövr uca zirvə üçün müsabiqədir. O dövrdə insanlar qabağa keçmək üçün mənəviyyatda müsabiqəyə çıxacaqlar. İmam Zaman dövrü pislə yaxşı arasında seçim etmək dövrü yox, yaxşı ilə daha yaxşı arasında seçim etmək dövrüdür. Yaxşı ilə daha yaxşı arasında seçim etmək üçün dünyaya gəlmişik. Bu ayəni xatırlayırsınız. Əl-ləzi xaləqəl məvtə vəl-həyat liyəbluvakum əyyukum əhsənu əməla. Siz Allah bu ayənin üzərində düşünün. Allah ölüm və həyatı yaratdı ki, görsün hansınız daha yaxşı əməl sahibisiz. Demir görsün kim yaxşıdır, kim pis. Pisdən söhbət getmir ümumiyyətlə. Pis İlkin mərhələdir. Ondan qurtul, get daha yaxşıya doğru, daha yaxşıya doğru. Mövzu yaxşı ilə daha yaxşıdır. Əhsən və əməla. Kim daha yaxşı əməl sahibidir? Müsabiqədə iştirak eləyəsən ki, medal qazanasan. Din bunu istəyir. Yoxsa ki, elə müsabiqədə iştirak elədim bəsimdir. Bəzi komandalar olur, gəlir çempionatda elə iştirak eləsə bəsləridir. Biz həmin o komandalara bənziyirik. Elə bura çıxmışamsa, Allaha min şükür. Amma bəziləri deyir, birinci yer uğrunda çalışmalıyam. Din bax o birinci yerə dəvət edir hamını. Müsabiqəyə dəvət edir. Amma çoxumuz dindən minimum istifadə edirik. Ki, bizə bədbəxtçilikdən nicat versin. Nəticədə nə olur? Nəticədə belə adamlar çıxır ortaya və çoxdur elə adamlar. Deyir ki, ümumiyyətlə, din kəhər bədbəxtçilikdən nicat tapmaq üçün göndərilib, onda bədbəxt olmamaq üçün din də lazım deyil o qədər. Mən elə onsuz da oğurluq eləmirəm, yalan danışmıram, qeybət eləmirəm, ev yıxmıram, da dini nə edirəm mən? Da dini nə edirəm? Din bunun üçündürsə, mən dinsiz bu şeylərə gedib çatıram. Haqqı var bu sözü demək, bəli, haqlı danışır bu adam. Dinin son məqsədi budur ki, cəmaat oğurluq eləməsin, cəmaat qeybət eləməsin, yalan danışmasın, başqasının namusuna sataşmasın. Budursa, biri dinsiz gedir o məqsədə çatır da, dini neyinir? Məntiqi var onun. Mən haqq verirəm o insanlara. Dini belə tanıtdırmışıq deyə, deyir, dinsiz də buna çatmaq mümkündür. Mən sizə bunu keçmişdə demişəm, Yaponiyadan bir şəxs gəlmişdi, görüşmüşdü ondan. Özü də İslamı qəbul edib, Yapondur, din xadimi idi, yəni Nəcəfdə oxuyub, ərəb, fars dillərini, türk dilini bilir, Azərbaycan dilində sərbəst danışır, çox istedadlı bir adamdır. O yaxşı, maraqlı söz danışırdı, deyirdi ki, məsələn, Yaponlara deyəsən qeybət eləmə, onlar gülərlər adama, bizdə qeybət yoxdur ki. Adam adamın qeybətini eləyər. Yaponlara deyəsən ki, ata-anaya hörmət elə, haqqı valideyn olma, deyir, o bizim ağlımızın ucundan keçmir. Al, bazarlıq elə, qoy küçənin ortasında, get, 3 saatdan sonra gəl, orada qalıb. Deyəsən, oğurluq eləmə, deyərlər, mənə təhqir edirsən. Bunlara necə din təbliğ eləsən? Bunlar dinsiz gəlib bu məqsədə çatıb da. Dinin məqsədi budursa, deyim, mən elə öz dinimlə gəlib, dinsiz də gəlib bu məqsədə çata bilirəm. Din bütün bunları müqəddimə hesab edir. Bunlar yolun müqəddiməsidir. Bu dinin məqsədi deyil. Əl-ləzi xaləqəl məvtə vəl-həyat liyəbluvakum əyyukum əhsənu əməla. Din zirvəyə çağırır insanı.
daha yaxşı olmağa doğru çağırır. İnsan buna görə yaranmayıb ki, yaxşı adam olsun. Yaxşı adam olmaq dinin əlifbasıdır, birinci addımıdır. Din istəyir ki, insan mələkləri vurub keçsin. Din istəyir ki, insan tamamilə fərqli bir varlığa çevrilsin. O biyoloji baxımdan insandır, amma ruhu hansı dərəcədədir, hansı səviyyədədir, ruhdan ibarətdir bu insan. Din istəyir bu zirvələrə insanı çatdırsın.